Biz hal-hazırda acınacaqlı vəziyyətdə olan Tovuz rayon Eyüblü kənd Ailə Sağlamlıq Mərkəzindəyik. Bina acınacaqlı vəziyyətdə olması ilə yanaşı, həmçinin binada istilik sisteminin dayandırılması burada çalışan işçilərdə problem yaradır. Bura Tovuz rayonunun ən böyük kəndi olan Eyüblü kəndidir. Kəndin 13 min nəfərə yaxın əhalisi var. Sovetlər dönəmində Eyüblü kəndində 100 çarpayılıq xəstəxana fəaliyyət göstərib. Hazırda isə bu bina Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərir. Bina qəzalı vəziyyətdədir. Burada uzun illərdir ki, əsaslı təmir işləri aparılmayıb. Binada istilik sistemi də tamamilə dayandırılıb. Burada çalışan işçilər isə növbəli şəkildə evlərindən odun yanacağı gətirmək məcburiyyətində qalıblar. Yaranmış bu vəziyyət isə burada çalışan tibb heyətinin işlərini çətinləşdirib. Çox acınacaqlı vəziyyətdədir, bəli. Yəni ki, bu qədər işçi gəlir, bunun içində xəstəsi də var, öz aramızda, yəni yaşlısı da var. Yəni qaz, istilik sistemi bizdə yoxdur. Şərait çox pisdir, istilik sistemimiz yaxşı idi. İndi gəldilər qaza bulamba qoydular. Bağladılar. Biz burada narazılığımızı bildirdik ki, yəni otaqlarda soyuq olur. Biz heç olmasa istilik hardasa bir yerdə olmalıdır ki, canımızı qızdıraq. İstilik olmadı. Heç bir istilik vermədilər, kəsdilər, getdilər. Qeyd edək ki, Ailə Sağlamlıq Mərkəzinin binasının qarşısında olan bağ da baxımsız vəziyyətdə qalıb. Burada olan kolluqlar, kəsilmiş kollar bağı bərbad vəziyyətə salıb. Məsələ ilə bağlı əməkdaşlarımıza Tovuz rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Eyüblü kənd Ailə Sağlamlıq Mərkəzinin binasında təbii qazın dayandırılmasına əsas səbəb isə qaz sobalarının çox olması səbəbindən mərkəz üçün ayrılmış limitin başa çatmasıdır. Artıq məsələ ilə bağlı aidiyyatı qurumlar ilə danışıqlar aparılır. Yaxın zamanlarda təbii qazın verilməsi bərpa ediləcək. İnzibati binanın təmiri ilə bağlı isə Səhiyyə Nazirliyinə artıq müraciət edilib. Təmiri ilə bağlı göstəriş verildikdən sonra tibb mərkəzinin təmiri məsələsi öz həllini tapacaq. Könül Kazımova, Kamran Əskiparalı, Amin Qəhrəmanov bugün informasiya proqramı üçün.